Kompüter almazdan öncə diqqət yetirməli olduğunuz bəzi xüsusiyyətlər mövcuddur. Bu xüsusiyyətləri istifadə məqsədinə görə seçməlisiniz. Əgər ofis işçisisinizsə ayrı, tələbəsinizsə ayrı, oyunçusunuzsa ayrı, dizaynersinizsə ayrı, proqramçısınızsa ayrı kompüterlər mövcuddur və xüsusiyyətləri buna əsasən seçməlisiniz. Bu videoda bəzi kompüterlərin istifadə məqsədləri və xüsusiyyətləri haqqında danışacağam və buna uyğun gedib kompüter ala bilərsiniz. Gedək videoya. Notebooklar iki cür olur. Ofis notebookları və game notebookları, yəni oyun kompüterləri. Bunlar bir-birləri ilə bəzi xüsusiyyətlərinə görə oxşar, bəzi xüsusiyyətlərinə görə fərqlidir və biz istifadə məqsədimizə görə ikisindən birini seçməliyik. Ofis kompüterləri daha çox tələbələr üçün, ofis işçiləri üçün uyğundur. Game kompüterləri, yəni oyun kompüterləri isə daha çox dizaynerlər üçün, proqramçılar üçün və oyun oynayan insanlar üçün uyğundur. Gəlin birinci ofis kompüterləri haqqında danışaq. Ofis kompüterləri portativ cəhətdən daha yaxşıdır, yəni daşınması daha rahatdır və daha yüksək enerji saxlama qabiliyyətinə malikdirlər. Lakin performans cəhətdən oyun kompüterlərindən geri qalırlar, yəni daha zəif işləyirlər. Burada bəzi brendləri tövsiyə edə bilərik. Gəlin onlar haqqında danışaq. Məsələn, Lenovo ThinkPad. Bu olduqca yüngül kompüterdir və daha çox tələbələr istifadə edir. Qiyməti də olduqca ucuzdur. Lenovo həmçinin hazırda ən çox kompüter satış edən şirkətlərdən biridir. Ona görə rahatlıqla Lenovo ThinkPad-i ala bilərsiniz. Bundan başqa ən çox bilinənlərdən biri Apple MacBooklardır. MacBooklar olduqca bahalıdır. Proqramçılar və dizaynerlər üçün uyğundur. Çox güclü kompüterlərdir, lakin dediyim kimi olduqca bahadırlar. HP kompüterlər olduqca dözümlü olur və uzunömürlü olurlar. Yəni bir dəfə alıb 7-8 il istifadə edə bilirsiniz, xüsusən ofis kompüteridirsə. Burada HP-nin bəzi brendlərini sizə tövsiyə edəcəm. Məsələn, HP Pavilion olduqca ucuzdur və işçilər üçün olduqca uyğundur. HP Envy isə daha qənaətçildir və yenə də qiymət cəhətdən olduqca uyğun qiymətdədir. Asuslarda isə VivoBook və ZenBook adlanan bəzi kompüterləri sizə tövsiyə edə bilərəm. VivoBook ucuzdur və işçilər üçün uyğundur. ZenBook isə bahalıdır, ancaq ekranları daha yaxşıdır və yüngüldürlər. Bu dizaynerlər üçün daha uyğun kompüterdir və bir də Dell markasını sizə tövsiyə edə bilərəm. Çox uzunömürlü markadır və qiyməti də Azərbaycanda olduqca uyğundur. Hardasa 1500-2000 manat arası tapmaq olur, hətta ondan da ucuz qiymətləri tapmaq olur. Bundan başqa sizə bir tövsiyəm də odur ki, kompüter alarkən kompüter mağazalarından alın. Yəni bilinən yerlərdən, belə deyək ki, elektronika mağazalarından almanız tövsiyə olunmur, çünki orada daha yüksək qiymətlər olur. Kompüter mağazalarında isə daha aşağı qiymətlər olur. Oyun kompüterləri, yəni gaming laptoplar, performans cəhətdən ofis kompüterlərindən daha güclüdürlər və artıq bəzi versiyaları masaüstü kompüterlər qədər güclüdür. Lakin ölçülərinin nisbətən böyük olması daşınabilirliyi çətin edir, yəni portativliyi çətin edir və bu onun mənfi xüsusiyyətidir. Bunun xaricində enerji saxlama qabiliyyətləri nisbətən zəifdir və tam səmərəli istifadə üçün enerji mənbəyinə qoşulu olmalıdırlar. Əsasən ağır proqramların istifadəsi və oyunların oynanması üçün istifadə olunur. Məsələn, 3D modellərin yaradılması üçün Blender adlanan bir proqram mövcuddur. Burada render prosesində kompüterdən yüksək performans tələb olunur və oyun kompüterləri bu performansı təmin edə bilirlər. Həmçinin RDR2, GTA 5, Witcher kimi oyunların oynanması üçün oyun kompüterləri lazımdır. Çünki onlar yüksək səviyyəli cihaz xüsusiyyətləri tələb edirlər. Bunlar üçün də yenə müəyyən brendləri tövsiyə etmək olar. Birinci tövsiyə edəcəyim brend Lenovo Legion Pro-dur. Bahalıdır, lakin qiymətinə dəyir. Həmçinin ən güclü seriyadır və bundan başqa qızma problemi də yoxdur. Mən hazırda özüm də Lenovo Legion Pro kompüterindən istifadə edirəm və Blender tətbiqində rahatlıqla işləyə bilir, oyunlarda oynaya bilirəm. Bundan başqa Asus brendində yaxşı kompüterlər var. Məsələn, Asus TUF kompüterləri bahalıdır. Ən güclü kompüterlərdən biridir, lakin onlarda qızma problemi olur. Eyni ilə ROG kompüterlər də oyunlar üçün idealdır, lakin onların da qızma problemi mövcuddur. Yəni bir yerdə kompüter çox isinir, notebookun fanı yaxşı işləmir. Lakin Lenovo kompüterlərdə notebookların fanı olduqca yaxşı işləyir. Hətta digərlərindən fərqli olaraq Lenovo kompüterlərdə fan səsi olduqca az gəlir. Məsələn, Asus TUF kompüterlərdə fan səsi çox gəlir və Asus kompüterlə gedib bir kafedə otursunuz, məsələn, orada kompüterdən istifadə etsəz, çox səs çıxar və insanlar narahat ola bilər. Lakin Lenovo kompüterlər istifadə zamanı o qədər səs çıxarmır. Çünki fanları daha səssizdir. Bir də HP-nin yaxşı kompüterləri var. Bunlar uzunömürlülüyü ilə fərqlənirlər, dözümlülüyü ilə fərqlənirlər. HP Omen brendi orta qiymətlidir, kifayət qədər də yaxşı performans verir. HP Victus isə ucuzdur, qiymətinə görə çox yaxşı performans göstərir
və oyunlar üçün idealdır. Yəni ağır proqramları işlətməyə bilər, ancaq oyunların əksəriyyətini oynada bilər. Azərbaycanda da olduqca ucuz qiymətdə olur. Adını çəkmədiyim brendlərdən oyun kompüteri almanızı tövsiyə etmirəm, çünki əksəriyyətində ekran qaralma problemi yaşanır və tez köhnələ bilirlər. Bu video əsasında kompüter seçib alsaz sizin üçün daha yaxşı olacaq və dediyim kimi kompüter alarkən kompüter mağazalarından istifadə etməyiniz və onlardan 1 illik qarantiya tələb etməyiniz daha yaxşı olar. Həm cibinizə qənaət edərsiniz, həm də orada çox vaxt kompüter haqqında məlumatlı şəxslər olur və onlara müəyyən suallar verə bilərsiniz. Video bu qədərdir. Gələn videoya qədər sağ olun.